Ayağın hara, başın ora. Gedək də. Uşaqlar, bura haradır? Ya Allah! Ay evliyəsi! Bəli, Ayev yiyəsi deyə bir veriliş başlayırıq. Bir anlığa şəhər mühitindən, şəhər ovqatından ayrılıb bölgələrimizi, Azərbaycan boyda evimizi qarış-qarış gəzmək istəyirik və həm də sizə, evlərinizə gözləmədiyiniz qonaqları gətirəcəyik. Gördüyünüz kimi, Bakı arxada qalıb. Biz gedirik, amma hara gedirik, kimin evinə gedirik? İnanın mənə, heç özüm də bilmirəm. Çəkiliş qrupumuz və Nəsbəri xanım yol gedirik. İlk verilişimiz olduğu üçün hamımızda biraz qeyri-müəyyənlik var. İlk dəfə olaraq tanınmış sənətçi, tanımadığı, bilmədiyi, sadə bir kəndli ailəsinin qonağı olacaq. Görəsən necə qarşılanacaq? Çox maraqlı, çox. Gedirsən, amma bilmirsən, hara gedirsən, kimin qapısını açacaqsan. Balam, xeyir olar, niyə gəlmişsiniz? Şamaxıya çatırıq. Nəsbəri xanım bir saat birini ziyarət etməliyəm deyir. Bu bizim ilk dayanacağımızdır. Mən hər dəfə yola çıxanda müqəddəs ocaqlarımızı ziyarət edirəm. Allah qəbul etsin. Yenə yoldayıq. Bəlkə bu ətraf kəndlərdən birinə dönək. Yox. Hələ yol bizi aparır. Biz bugün bu yolun bizi yoracağı ana qədər hələ getməliyik. Yol kənarında fındıq, ceviz ləpəsi satırlar. Saxlayırıq. Natlıdır, kişinin pulun böyür. Ora çıxdın aradan. Buyur. Çox sağ ol. Çox sağ olun. Ruzili olsun, bərəkətli olsun. Sağ olun. Bütün Şamaxı torpağının, bütün gözəl insanlarına məndən salam. Sağ olun. Susuzladıq. Çay içəyin. Artıq Şamaxı arxada qalır. İsmayıllı başlayır. Dağ havası, yüksəkliklər, dolanbaz yollar. Çay istəyirəm, çay. Çox qəribədir, görürsən, insanlar buna necə baxacaqlar? Görürsən, ümumiyyətlə heç mənim tanıyan olacaqmı? Operatorumuz yorulub. Kameranın nəfəsini hiss etməyincə hamı rahatlanır. Hər kəs öz dünyası ilə yolla üz-üzə qalır. Bu sakitliyi yolun kənarındakı yaşlı çobanın görünməsi pozur. Bəlkə elə qonağımız bu çoban oldu. Allah verən nəhmət dolu, bizdə çox, Allah bərəkət versin. O neybətə bizi qonaq eləyərsiz mi? Başdır, gedək. Bir gedək bu acıda. Gedək, bu kolye bu sahədə kolye. Yaxşı, bu onda siz gedəndə bu heyvanları kimə ümid olursunuz, kimə tapşırırsınız? Müzakirə edirik və qərara gəlirik ki, yolçu yolda gərək. İnsanlar mən sizə bir həzz verir. Əlbəttə böyük zövq alıram. Çünki mən görürəm, onlar məni görəndə qeyri-adi bir baxışla baxırlar. Elə bilirlər ki, onların ünsiyyət zamanı əllərindən tuturam, əlləri əsməyə başlayır. Bütün bunlar azdır mı? Artıq səbir kasaları dolub, yoruluruq. Qəbələ rayonunun Həmzəli kəndi. Kəndin tam girəcəyində ziyarətgaha çevrilmiş müqəddəs bir insanın qəbrini ziyarət edirik. Meşələrin ətəyində, səfalı bir məkanda salınan bu kənddə döyəcəyimiz qapını müəyyənləşdirdik. Beləliklə... Birinci qapıdır, gəlin döyək qapı. Gəlin döyək. Görək nə olur? Bəlkə biraz yuxarı qalxalım. Yox, bəxtimizə bu çıxıb. Adam olsa da, olmasa da, gəlin qapını döyək. Döyək. Möhkəm durun ha, birdən heyvan səsi gəlir. Bunu döyək, gəlin bunu döyək. Bunu döyək. Kənddə böyük qapıları döymürlər, bilməm. Ya Allah! Ay evliyəsi! Deyəcəklər, görəsən bu kimdirsə səsimi? Ay evliyəsi! Salam əleykim!
qətiyyən fikrimdə, ağlımda yox idi ki, biz bu boyda uzun məsafə yol gələcəyik. Yəni biz dedik, mən hesabımda belə tutmuşdum ki, yəqin ki, şəhərdən biraz uzaqlaşdıq, hansı bir yaxın rayonlardan. Maşallah, bir hanı sürücü, biz neçə kilometr gəlmişik, nə qədər yol gəlmişik. Bizim gəlişimiz, yəni bax, bu çəkiliş qrupunu görürsünüz. İlk öncə sizdən, mən birinci sizdən qabaq, mən onlara öz təşəkkürümü bildirirəm ki, adətən biz efirdə, yəni siz bizi ekran qarşısında görürsünüz, elədir mi? Bəli. Amma bugün canlı olaraq biz ünsiyyətdə oluruq, sizin qonağınızıq, sizin oturub Allah qoysa bir stəkan çayınızı içəcəyik. Yəni, bütün bu çəkiliş qrupunun gözəl bir məqsədi var. O məqsədlə də, bax, gəldik, sizin qapınızı döydük. Və bizim üçün çox xoşdur, çox xoşdur. Hoş gelmişsiniz bizim kapıya geldiğiniz için. Ümumiyyətlə Qəbələ torpağına gəldiyi üçün, bu Həmzəli kəndinə gəldiyi üçün xoş gəlmişsiniz. Kəndin işi bitməz. Hamı şabalıq yığımı ilə məşğul idi. Bizim gəlişimiz ailənin gün ritmini pozdu. Uşaqların sevinç dolu donuq baxışları, gəlinlərin çay dəstgahı, evin kişilərinin xoş gəldiniz razılığı və nənənin ay qızlar, tez olun, aş süzəcəyəm tələskənliyi. Ay Nazilə xala, Allah həmişə sevinc qismət eləsin, kədərdən uzaq olasınız. Amma bütün anaların çəkdiyin yəqin ki, sən də çəkmirsən. Hər halda. Sən mənə elə toxundun ki, istəyirəm, valla, yəni çox belə kövrəldim. Dedin ki, dərdimi təzələmə, dərdimə dəymə. Yəqin ki, çox əziyyətlər, əzablar çəkmirsən. Çəkmişəm, Allaha şükür indi. Amma bala böyüdükcə də, yenə ananın dərdi, ana həmişə çəkir. Elədir. Ana həmişə çəkir. Elədir. Deyir, mən rəhmətli bir Aşıq Abbasın bir sözü var idi. Deyərdi ki, deməli, o ancaq kövrək vaxtlarında, bu Şirvanlı idi da, bilirsiniz, Şirvan aşığı idi. Ancaq öz-özünə zümzümə eləyərdi. Həmişə öz-özünə zümzümə eləyib, Şirvan şikəstəsi oxuyardı. Deyir ki, çox insanlar ilə dostluq eylədim. Bəs hanı qədrimi bilənim məni. Ağlaram ey bu həyatdan bezdikcə mən. Ağlaram ay balam bu həyatdan bezdikcə mən. Dur biraz da şabalat gətir. Yoxdur göz yaşımı silənim mənim, neynək. Neynəyə dərdin aldığım ay gözləri qaraya. Təndir başında, torbada. Hə, kövrəlmə. Aynen. Kövrəldi, o qədər söhbət eləyir ki, özün saxlasın. Allah üzünüzdən təbəssüm əski eləməsin. Mən bu evə gələndə, valla, qapını siz açanda ürəyim şad oldu. O evdə ki ağsaqqal var, o evdə ki ağ bir şey var. O evin ruzisi var, o evin bərəkəti var, o evin ocağı var, istisi var. Nə yaxşı ki sən varsan, ay xala. Yol boyu bir kənd evi təsəvvür etməyə çalışırdıq və gedəcəyimiz evdə kimlərin olacağını ehtimallar edirdik. Bu da kənd evi, kənd heyəti, Nazilə ana. Bu ailə belə bir gəlişi gözləmirdi. İnana bilmirdilər ki, Nasbəri onlara qonaq gələ bilərmiş. Kiçik bir adiliyin içində heyrət doğuran həqiqət yaşanır. Nəysə, davam edirik. Odun peçi doldurulur, birazdan aş süzüləcək. Gəlinləri hər biri öz işlərini bilir. Gizli bir qaynana zəhmi görünür. Evin kişiləri isə odun tədarüklərini nümayiş etdirirlər. Qışa tədarükdür də, bəs qışda bunları su ıslanmayacaq. İndi üstün bunu örtəcəyik, tolla örtəcəyik. Qışda götürüb yandırırıq. Bizdə qar indi birazdan olacaq yarım metrə. Bu insanların öyündüyü əsas şey həyəti, bağçası, toyuğu, hinduşkası, malı, qarası və ümumiyyətlə təsərrüfatıdır. Nasbəri xanıma çox heyranlıqla bağçalarını, təsərrüfatlarını təqdim edirlər. Gör, nə qədər axıyar. Bir daha bu soyuqdan ləğv olur. Qonşulara səs yayılıb, hamıdan tez uşaqlar bu xəbəri alıblar. Utancaq baxışları, təmiz üzləri, heyranlıqları ilə çəpərlərdən asılıblar. Sanki inanmırlar. Biz isə şabalıd yığımına tamaşa edirik. Şabalıd.
Şabalı. Bəs bu nə vaxtda quruyor? Bir həftəyə quruyor? Yox, Yox. hardasa bir aya. Bir aya bu qurumur, o üstünün köynəyi çürüyür. Bu de bular. Bəli, bu tikanlar. Bunu harda saxlayırsın? Yəni xarab olur da. Yağış dəyir, bunu çürüdür. Çürüdür üst qabığı. Bəli, üst bu tikanın çürüdür, için meyvəsini döyüb yığır. Və bu içində olan o şabald olan cicə deyilir bizdə. Bunu bəzi yerlərdə bədnəzər kimi evdən açırlar, talisman kimi. Əlbəttə ki, bunların tikanları var da. Kimin Bəli. gözü olsa batacaq gözünə. Hə, bunu Allah qoysa maşına qoyarıq, asarsın evin Çox qapısında. sağ olun. Hə, çox gözəldir. Çox qəşəngdir. Çox sağ olun. Axşamınız xeyir. Verin uşaqlar aparar şey işte bu. Əladır, çox yaxşıdır. Hoş geldiniz qonaqlar. Hoş geldiniz. Hoş gəldiniz. Əsərsiz. Sağ olun, çok sağ olun. Ne yapsın Toylara, kendinize? gözəl günlərə gələk Təşrif buyurub inşallah. gəldiniz. Sizə, Sağ olun, bacada. çok sağ olun. Allah qoysa sizin də evinizə gələcəyik. Allah korusun. İnşallah qonaq qəbul eləsəz. Niye eləmirik? O nasıl söz? Allah qoysa inşallah. Siz də bu yaxında olursunuz? Hə, bir de burada qonşuyuz. Hə, qonşusunuz. Maşallah, hər qonşunun arasında nə boyda bir kəndcə məsafə var. Elədir də, kənd yeri elə. Ay istəyirsən bir xoş gəlmisiniz. Bunlar təbii bağ. Bu ana ağrıdır. Buna əl vurmaq olmaz. Bax biri vurdu görsün. Ehtiyatlı olun. Vuran ağrı ölür. Vallahi bu an gözlənilməz bir hadisə baş verdi. Arılar da qonağımızı tanıdılar və çox səmimi qarşıladılar. Ha. Hamı ocağın ətrafına yığılıb, bərk soyuq oldu. Axşam düşür, artıq şər qarışır. Ananın aşını səbirsizliklə gözləyirik. Ay Nazilə xala. Biz heç təsəvvür eləməzdik ki, Nazilə bir həyatda bizlə oturacaqdı, çörək yiyəcəyik. Zamanını oxuyacaq. Ağzımıza belə bir şey gəlməzdi. Birdən-birə, təsadüfdən. Deməli gözəl insanlarsınız, yaxşı adamlarsınız ki, Allah bütün arzunuza çatdırsın sizi. Sizdən belə. Əgər bu günü, nə bilim, çırağınızda, ocağınızda balaca bir istilik yaratdımsa mən çox xoşbaxtam. Mən xoşbaxtam ki, bax hamınızın üzündə təbəssüm görürəm. Qonşularınızı da çağırırsınız, nə bilim, qonşularınız yığılır, gəlir özünüz. Ümumiyyətlə mən... Çağıramadık deyə bilmədim. O məhəlləyə getdiyimiz və sizin qonşularınız deyil. Qohumumuzdur. Hələ qohumlarınızdır. Maşallah, bütün kəndlə biz görüşmüşük bugün. Dedilər, orada bağda var, hamı yığılır. Hamı şabalıt yığılır. Hamı həsəd apardı ki, Nazkarı xanım gəldi, gördük. Nazilə xala gilə gəldi. Nazilə xala gəldi. Bu nəyə görədir, nə münasibəti iləndir? Bunu hər halda kənddə bir danışır, söhbəti geçmişdir. Plovun təsirinə gəlmişik, plovun iynə. Plovu da yandıraram. Yaxşı, bir halda ki, plovun dəmi gəlir. Mahnının da dəmi gəlsin, gəlsin də deyirəm ki. Ay, güvəcə dalasın. Ondan mən buradan. Hə, uşaqlar nə istəyirsiniz, nə oxuyumsunuz? Ayırmasın. Ağızlasın abi. Ayırma. Bu ömür yolunda üz-üzə gəldik. Zülmət bir gecədən gündüzə gəldik. Deyəsən sonunda biz gözə gəldik. Nə olar Allah'ım ayırma bizi. Ne olar ya Rabbim ayırma bizi. Duymadık sevginin şirin tadını. Vurma yüreğime onun odunu. Eşit sevenlerin
qəm fəryadını. Ne olar Allah'ım ayırma bizi. Ne olar ya Rabbim ayırma bizi. Duymadık sevginin şirin tadını. Vurma yüreğime onun odunu. Eşit sevenlerin gəm feryadını. Ne olar Allah'ım ayırma bizi. Ne olar ya Rabbim ayırma bizi. Sağ olun. Həsən elə baxır. Həsən baxır. Hələ aş hazır deyil, gözləyirik. Səbirsizliklə gözləyirik. Nasbəri xanım bizdən də səbirsiz gözləyir. Nazilə ananın aşını dadmadan bu qapıdan getmək olmaz. Hə, baxın, Nüsrət əmi də gəlib çıxdı. Mən göndərdim ki, afərin. Dedim, get əmiyyəti əmdə gəl. Mən kənddə olmamışam. Əzəmətkeş adamdır, axşama kimi dağda, bağda anlatsa. Güya sən cəmmişdir ki, hamı cəmmişdir. Hələ, bunlar arada çıxır Biz dərmində. bir istirahətləmişik. Bizim ağzımlar. Adamı hazırlaşa Hə, deyirəm da, çağıran oldu, öyle. Kim maşınla gələn var, şimdi. Çıxdım qaba, afər mənə çağırsan buraya gəl. Buna ki, görünür qonaqlarımız. Xoş gəldi, safa gəldi. Sağ olun, siz də xoş gəlmişsiniz. Biz də bu gəlişimizlə istədik ki, yəni bizi daima ekran firmasında görürlər. Biz də insanlarla yaxın ünsiyyətdə olaq. Hansı bir qapını döyək. Deyək, ay evyəsi, siz bizi qəbul eləyirsinizmi? Maşallah, evyəsi bizi çox gözəl qəbul elədi. Çox sağ olsunlar. Bu adət, ənənə Azərbaycanda yaxşıdır ki, hələ var. Hələ var, yəni dədə-babadan qonaqpərvər olmuşuq. Biz belə millətik. Bax, bugün də təsdiq olundu o qonaqpərvərlik, o istiqamlılıq, o doğmalıq. Yəni, mən artıq hesab edirəm ki, Azərbaycanın hansı rayonlarında biz olsaq, bax, bu istiliyi, bu doğmalığı biz görəcəyik. Çox sağ olun. Sağ olun. Sağ olun. Bu bizim Space telekanalının Nasbəri xanımın sizə hədiyyəsidir. Çox sağ olun. Sizi hədiyyə də olsa qəbul eləyin. Cənnətdən Bizim gəlsin istəyimiz payız. sizin evinizdə, ailənizdə bir bayram yaratmaqdır Sağ bu olun, gün. sağ olun. Əgər Çox onu sağ yarada olun. bildiysə bizim üçün çox böyük şərəfdir. Çox sağ olun. Çox sağ olun, çox razıyım. Çox sağ olun. Payız cənnətdən gəlsin. Həmişə qapımız açıqdır. Biz gəldik, çox, yəni heç şübhəmiz yox idi, çünki Allah'ın bugündən min şükür, bu adətən ənəmiz yenə var. Çox qonaqpərvər insanlar. Elə bugün də bir daha siz təsdiq elədiniz. Çox qonaqpərvərliyinizi, doğmalığınızı. Biz də ki, gəldik, yedik, içdik, ruzunuzu apardıq. Balaca bir ruzu da qoyub gedirik. Var olun, əski olmayın. Hamınızın canı sağ olsun. Çox sağ olun ki, çox əziyyətlər çəkdik. Şad gedin, çəkməyin, heç bir əziyyəti yoxdur. Çox sağ olun. Deməli, bunlar mənim kasetlərimdir. Elə orada olmalıdır, yəni. Afişalar necə? Buradadır. Yox, burada deyil. Yox, rapiddən alın. Video kasetlər var, CD var burada, sonra audio kasetlər var. Bu mənim kasetlərimdir, mənim təzə mahnılarım. Hə, burada içəridədir. Sonra plakat olmalıydı. Yəni sənətçinin hədiyyəsi nə ola bilər? Sağ olun, sağ olun. Hələ belə gəlməyin. Bilmirəm, kəndə bir dənə. Bunları da... İşlər, ay Allah, bu nə münasibətlə. Yine qoğumundu bəstələr. Deməli, Qoğumuz da, usta. bunlar mənim şəkillərimdir, yəni hər biriniz Sağ olun. gətirə bilərsiniz. Sağ olun. Sağ olun.
Bunlar da ki video kasetlerdi, konsertlerdi. Yani çok peşman olmayacaksınız. Sağ olun. Sağ olun. Bizim için çok değerli. Değerli. Çok değerlidir. Bu da çok CD büyük diskti, hediye. Dilberim Büyük var, hediye. bütün mahnılar var burada. Böyle bir yerde. Yani burada artık özünüz. Bir de balaca tamlardı. Allah daima ruzunuzu bol eləsin. Süfrənizi həmişə açıq eləsin. Çox sağ Sizi Allah eski eləməsin. Çox dadlı aşınız var. Sən işinirsən. Bugün Nəsbəri xanım üçün qeyri-adi bir gün oldu. Həyatını övladlarına həsr edən, ömür ritualını yaşayan ana üçün isə bugün nağıl olaraq qaldı. Sabah kənd cəmaatı şabalı yığarkən, isti sobanın yanında şam edərkən Nazilə ananın qonağından danışacaqlar. Nazilə ana yaşadığı anları zaman-zaman təkrar danışacaq. Həmzəli kəndində bir səfərin tarixçəsi nağıla dönəcək. Bircə bir elin, bir ailənin bayramına çevrilən bugünü yaşamağa, bölüşməyə dəyər. Bu bayram isə Hemum Geysayağı ömrü boyu onlarla qalacaq. Bax, belə dostlar, bu üst tutduğumuz ilk qapı idi. Hələ belə qapılar çox döyüləcək. Hansı birinizin qapısını çalsaq, hansı birinizin qapısını döysək, ay evliyəsi, bu bizik desək, heç də təəccüblənməyin. Hər birinizin evində biz ola bilərik.